Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda deməli mən həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Siz variantlardan birini seçəcəksiniz və öz həftəlik proqnozunuzu izləyəcəksiniz. Həmçinin də qeyd etmək istəyirəm ki, bürclər üzərindən sizi baxımlar maraqlandırırsa, proqnozlar maraqlandırırsa, bunun üçün siz Telegram kanalıma abunə ola bilərsiniz. Bir dənə də şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, baxımlar ümumidir, yəni sizin intuisiyanıza dayanıqlı açılımlardır. Burada seçim vacibdir. Həmçinin də bir seçim, yəni siz bir variantı seçərkən başqa insanların da həmin variantı seçəcəyini nəzərə alırsınız. Ona görə də bu baxım ümumidir. Şəxsi baxdırmaq istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Deməli, gəlin baxaq, sizi nə gözləyir həftə boyu. İntuitiv seçim çox vacibdir. Yəni, ağlınıza ilk gələn intuitiv olur. Ona görə də çalışın, belə seçim edin. Deməli, belə, bu da üçüncü. Seçiminizi edin. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən isə çox gözləmək istəmirəm. Birinci variantdan başlamaq istəyirəm. Birinci variantda baxaq görək. Gəlin ilk bunu belə edeyim. Deməli, burada sizdə maddiyyatda çox uğurlu həftə sizi gözləyir. Yəni, maddiyyatda istədiyiniz hər hansı bir pulun əldə olunması ola bilər, ya da əldə olunması yolunda addımlar atıla bilər. Yəni, burada maddi perspektivlər çox gözəl olacaq, çox xeyirli olacaq. Həmçinin də burada siz, misal üçün, tək özünüzə güvənirsinizsə, burada sizə tövsiyə olunur ki, başqa insanlardan da kömək istəyin. Şərik işləri çox uğurlu olacaq. Misal üçün, kiminləsə kompanyon olaraq, şərik olaraq bir iş görüb maddiyyatı əldə etmək, həmçinin də bir neçə gəlir mənbəyi əldə etmək çox uğurlu olacaq. Dediyim kimi, burada tək özünüzə deyil, başqa insanlara müraciət, başqa insanlardan tövsiyə və başqa tək sizin öz əldə etdiyiniz resurs mənbəyi deyil də, başqa resurs mənbəyinə də əl atırsınız. Yəni, resurs mənbəyi bu həm insanlar tərəfindən ola bilər, həm də ki, başqa, misal üçün, sferalar ola bilər, hansına ki, siz əl atırsınız və oradan da gəlir əldə etməyə çalışırsınız. Yəni, burada tək yönümlü baxmayın, bir neçə yönümlü baxın, insan tərəfindən də töhfə ala bilərsiniz maddiyyatınızda müraciət edib, həmçinin də başqa sferaya əl ataraq, müraciət edərək əldə edə bilərsiniz. Burada amma maddiyyatda çox uğurlu, gözəl şeylər sizi gözləyir. Həmçinin də, misal üçün, borc alırsınızsa, borcu bu insan verə bilər. Yəni, kiməsə müraciət edirsin, ya da hər hansı bir pul müraciətiniz varsa, onlar alına bilər. Ya da ki, yaxşı xəbərlər gələ bilər bununla bağlı. Yəni, addımlar artıq bu həftə alına bilər. Deməli, burada sizin deməli, ümumi olaraq həftə boyu bir dənə yəni, bürc, bir dənə ünsürə diqqət yetirməyinizi tövsiyə edirəm. Yəni, bu torpaq ünsüründən olan insanlardır. Torpaq ünsüründən olan insanlar qız, oğlaq, boğa ola bilər. Bu insanlardan, yəni, qabağınıza çıxan belə insanlar sizə çox vacib şeylər qata bilər həyatınıza, həmçinin bu insanlardan asılı ola bilərsiniz. Yəni, nəsə gözləntiləriniz ola bilər. Həmçinin də özünüz belə bir insansınızsa, burada ikinci bir mesajım o olacaq ki, yəni belə bir ünsürdən insansınızsa, burada həm belə insanlara diqqət yetirin, belə bürclərdən və belə ünsürdən olan. Həmçinin də özünüzə də diqqət yetirin, yəni öz addımlarınızı, öz deməli, addımlarınızı atarkən, gələcəyinizi fikirləşərkən ya da həyatınızla bağlı qərarları verərkən çox diqqətli olun. Burada sizin özünüzdən də asılı ola bilər çox şey. Ona görə, yəni belə bir aydınlıq da gətirmək istədim. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, işinizdə və ya təhsilinizdə burada deməli, nəyisə qoyub başqa bir şeyə yönəlmək ola bilər. Həmçinin hansısa deyək ki,
var olan hal-hazırdakı iş yeriniz ya da təhsilinizdən getmə durumları da ola bilər. Yəni bəzi insanlarda yəni artıq başqa yəni köhnə işi ya da köhnə iş yerini qoyub da təzə yerə yönəlmək ola bilər. Yəni burada çoxlu təzəliklər ola bilər, yeniliklər ola bilər. Hansı ki bir patternı, yəni bir dənə sistemi qoyuruq, başqa sistemə yönəlirik. Həmçinin də burada belə bir şey baş vermirsə həyatınızda, kartlar sizə belə bir şeyə yönəlməyinizi tövsiyə edir. Yəni burada tək yönümlü deyil. Yəni burada sizin özünüzdən də yəni asılı olan tövsiyələr də verilir. Hansını ki siz də özünüzdə etməlisiniz. Yəni etsəniz daha uğurlu, xeyirli olar. Və burada dediyim kimi bu deməli nə isə keçmişdə qoyub təzə bir şeyə yönəlmək vacib olacaq. Həmçində qeyd etmək istəyirəm ki, burada deməli iş və ya təhsildə başqa şəhərə, başqa ölkəyə getməkdə belə qərarları almaq, belə qərarlarla bağlı məsələləri həll etmək çox uğurlu olacaq. Həmçində belə məsələlər qabağınıza da çıxa bilər. Kim ki belə şeyi planlaşdırır, belə şeylər də mümkündür. Çünki burada dediyim kimi distansiyada olan iş yerləri ya da distansiyada olan təhsil, distant təhsil, distant işləmək, yəni bu influencer kimi, misal üçün siz getmirsiniz iş yerinə, amma distant olaraq işləyirsiniz, yəni evinizdən işləyə bilərsiniz ya da özünüzə işləyib də qazana bilərsiniz. Həmçinin də burada olur ki, internet üzərindən tapırlar iş, yəni belə işlər də mümkündür. Yəni hansını ki siz distant görürsünüz, bunlar da aktual olacaq. Həmçində dediyim kimi qoyub təzə şeyə yönəlmək, yəni var olan işinizi qoyub, var olan hansısa, bu hətta kiçik bir şey də ola bilər. Misal üçün var olan işinizdəki olan hansısa departamentdir, yəni hansısa tərəfidir iş yerin, başqa yerə keçid edirsiniz. Amma həmin iş yeri qala bilər, amma həmin iş yerində keçid edə bilərsiniz. Yəni bu bir misaldır. Niyə bunların hamısını belə biraz detallı bir şəkildə izah edirəm? Çünki bu ümumi baxımdır. Yəni fərqli pozisiyada olan insanlar baxır. Yəni kartın məzmununu da ona görə bir neçə insan növü üçün də yorumluyuram. Yəni bu ümumi baxım olduğu üçün. Bəzi insanlar bunu sual olaraq vermişdi şərh bölməsində. Yəni sizə belə yəni detallı baxım lazım deyilsə, onda baxmaya bilərsiniz. Amma mən hesab edirəm ki, detallı izah daha vacibdir. Çünki elə insan var ki, misal üçün heç burada işləmək istəmir, xarica getmək istəyir. Amma əksinə elə insan da bu variantı tuta bilər ki, xarica getmək istəmir, amma var olan işini qoyub getmək istəyir. Yəni ikisi də eyni məzmununu daşıyır. Yəni geridə qoymaq və təzə şeyə yönəlmək. Yəni burada ona görə vacibdir bunları da qeyd etmək. Mən də onun üçün qeyd edirəm. Həmçində qeyd etmək istəyirəm ki, deməli yalnızca diqqət yetirməli olduğunuz şeylərdən biri şəxsi həyatınız ola bilər, ya məyus ola bilərsiniz şəxsi həyatınızda. Həmçinin burada məyusluqdan savayı, misal üçün elə insanlar çıxa bilər qabağınıza ya da var olan ilişkinizdə insanın elə bir üzünü görə bilərsiniz, hansını ki ondan qabaq görməmişdiniz. Yəni çoxlu gizli məqamlar ola bilər, o insanın gizlətdiyi məqamlar ola bilər və sonrasında biraz problemlər yaşaya bilərsiniz. Həmçində belə bir şey mümkündür ki, o insanın deməli biraz bic olmağı, yəni nə isə bicliklə həll etməyə ya da istifadə etməyə çalışan bir insan ola bilər. Misal üçün şəxsi həyatda bəzən olur ki, insan bizə sevgi gözü ilə baxmır, daha fayda gözü ilə baxır. Yəni belə bir şey də ola bilər. Ona görə diqqətli olun. Yəni faydalanmaq istəyən insanlardan qaçının, bu vacib olacaq və əgər bu insan sizə problemlər yaşadırsa, o insanı qoyub tərk etməkdə xeyirli olacaq sizin üçün. Çünki bəzi insanlar qoyub getmək istəmir, axıracan yəni negativi görə istəmir qoymağı, amma burada yəni bu variantda konkret bu qərarı vermək xeyirli ola bilər. Çünki daha təzə yeni şeylər şəxsi həyatınızda sizə daha çox uğur gətirə bilər. Əgər var olan ilişkidə problemlər varsa, amma belə də ümumiyyətcə hal-hazırda şəxsi həyatınızda problemlər, məyusluq və dediyim kimi gizli məqamların bol olacağı bir şəxsi həyat ola bilər həftə boyu
və gizlədilmiş nəsə ortaya çıxa bilər və sizi bu məyus edə bilər. Ona görə diqqətli olursunuz. Həmçinin də həftə boyu birinci variantı tutan insanların təklif olunan şeylərdən qaçınmamağı və imtina etməməyi tövsiyə edirəm. Yəni hər hansı bir sizə yəni nəsə çağırırlarsa, deyirlərsə, dəvət edirlərsə, tövsiyə edirlərsə, anında imtina etməyin. Çalışın o insanların dediyinə ya da sizə təklif etdiklərinə diqqət yetirin. Yəni biraz nəzərdən keçirdin, fikirləşin. Yəni bu vacib olacaq. Yəni burada birinci variantı tutan insanlarda həftə boyu biraz belə bir durum ola bilər ki, onlar nəyisə görməyə bilər ya da nəyisə görmək istəməyə bilərlər. Yəni bu da səhv ola bilər, nəyisə qaçırda bilərsiniz. Ona görə çalışın, sizə nəsə tövsiyə edilirsə, belə şeylərə diqqət yetirin və belə şeyləri qaçırmayın. Keçid etmək istəyirəm ikinci varianta. Deməli, burada həftə boyu, deməli, ikinci variantı tutan insanlarda həftə boyu belə bir şey ola bilər ki, siz nəyisə qeyd edə bilərsiniz ya da sizi harası çağıra bilərlər. Yəni burada yeyib içməli bir durum ola bilər ya da ki, sevincli bir hadisə baş verə bilər. Hansında ki, belə qeyd etmə hissi yaranır. Nəyisə qeyd etmək istəyirik ya da harasa yeyib içməli bir yerə gedirik. Nəyisə o moment, yəni restoran, kafe olsun, o momenti çoxlu sevincli, gözəl anlar yaşayırıq. Yəni bayram kimi, gözəl bir hadisə kimi bu ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, sevgidə və şəxsi həyatda sizi çox gözəl hadisələr gözləyir. Yəni burada duyğusal baxımından çox təmin edici şeylər olacaq şəxsi həyatda. Həmçinin də qeyd etmək istəyirəm ki, var olan ilişkidə problem varıdırsa, o problemlər aradan qalxa bilər. Həmçinin də misal üçün deyək ki, siz bir partnyorla, yəni hansı ki gözləyirsiniz addımını, addım gələ bilər, amma həmçinin də belə bir şey ola bilər ki, o insan addımı atmayıb da bu sizə daha da uğura çevrilə bilər. Niyə? Çünki bu insanın addım atmamağı, bir misal gətirim də, sizə başqa partnyorun qabağınıza çıxmağı və onunla ilişki yaratmaq daha sizə uğurlu gələ bilər. Amma burada sözsüz uğurlu, çoxlu, gözəl hadisə olacaq sizin şəxsi həyatınızla bağlı. Yəni sevgi dolu, gözəl bir təmin edici hissiyat olacaq həftə boyu. Həmçinin də qeyd etmək istəyirəm ki, burada hətta harasa dəvət də ala bilərsiniz. Misal üçün harasa getməyə birlikdə, yəni bu şəxsi həyatınızda baş verə bilər və bu baxımdan da duyğusal, təmin edici, gözəl hadisələr baş verə bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, maddiyatınızda burada qısa-qısa yolların bol olacağı bir həftə gözləyə bilər. Yəni, qısa-qısa nəyisə ora gedim, bunu həll edim, pul xərcləyim ya da pulu alım. Həmçinin də gedim bu tərəfə ödəniş eləyim, onu eləyim, bunu eləyim. Yəni, maddiyatda daha çox qısa-qısa yolların və həmçinin də bu, misal üçün, vəzifəli yerlərə də ola bilər yollar. Yəni, dövlət qurumları ya da vəzifəli insanlar, vəzifəli yerlər vacib olacaq maddiyatda. Həm maddiyatın əldə etməsində, həmçində maddiyatın xərclənməsində. Həmçində qeyd etmək istəyirəm ki, deməli, hava ünsüründən olan insanlara diqqət yetirin. Hava ünsüründən ikizlər, tərəzi, dolça ola bilər. Bu özünüzsünüzsə, həm özünüzə də diqqət edirsiniz, amma bu o faktı yəni o faktı geridə qoymayın ki, təkcə sizin özünüzdən deyil, belə ünsürdən, yəni sizin ünsürünüzdən ya da sizin bürcünüzdən olan insanlar da vacib olacaq. Yəni maddiyatınızda, həmçinin də həftə boyu baş verən hər hansı bir hadisədə, hansı ki sizə təsir göstərəcək. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, burada iş yerinizdə yeganə bir problem yaşana bilər. İş yeriniz ya da ki təhsilinizdə, deməli, iş yeri axtarırsınızsa, iş yeri olmaya bilər. Yəni tapa bilməyə bilərsiniz ya da ki verilən işin sizin hansısa məqamı qane etməyə bilər. Həmçində var olan işinizdə nəsə sizi qane etməyə bilər. Amma o qane etmə başqalarının düşmancasına sizə yanaşması ilə ola bilər ya da ki sizdə belə bir hissiyat yarada bilər ki,
artıq bezmişəm, istəmirəm, düşmancasına belə bir hiss sizdə də yarana bilər. Həmçində bu təsirlə də bağlı ola bilər, hansında ki sizi nəsə qane etmir və bu sizdə biraz konflikt durumu yaradır emosiya olaraq da və siz onu demək istəyib də ya deməyə bilərsiniz, ya da bu sizdə çoxdandan da yığılıb da indi partlaya bilər, içinizdən artıq konflikt ola bilər. Bu həmçində təkcə sizdən deyil, həmin o strukturlarda olan insanlardan da qaynaqlana bilər. Misal üçün, kim ki sizə çoxdandandır ki, misal üçün surda eləyirdi, birdən partlaya bilər, ya da ki birdən sinsicə belə bir hərəkət eləyə bilər, hansında ki sizi biraz narahat edə bilərlər. Belə şeylərə diqqət yetirin. Həmçində burada hər hansı bir addımı atmaq istəyirsinizsə, o addımdan qaçınmayın. Yəni çalışmayın ki, yox sonra fikirləşərəm, sonra eləyərəm. Bu yanlış olacaq. Çünki bu sonrasında sizin yəni peşmançılıq hissinə gətirəcək, çıxardacaq sizin niyə mən o vaxtı da etmədim bunu? Yəni bu addımı niyə etmədim? Və onun peşmançılığı, onun hirsi ola bilər. Ona görə diqqət yetirirsiniz. Həmçində burada deməli həftə boyu həm qərar alma, həm qərar vermə ola bilər və qərar alma və qərar vermə durumlarında problemlər yaşana bilər. Nə tür problemlər? Ya qərarsızlıq, ya da ki o qərarın negativ olmağı. Misal üçün, həm siz gözləyə bilərsiniz kiminsə qərarın və o qərar negativ çıxa bilər, ya da uzana bilər, yuvana bilər. Bu da sizə negativ emosiyalar verə bilər. Həmçində bu sizin tərəfinizdən ola bilər, qərarsızlıq, hansı ki sizə negativ təsir göstərir. Həmçində bu qərarsızlıq düzgün olmayan seçimə də gətirib çıxarda bilər. Yəni misal üçün bir neçə variantın arasında qalırsınız və qərar verərkən düzgün qərar vermirsiniz. Yəni bu sizi sonrasında peşman edə bilər, ya da sizə biraz negativ emosiya verə bilər. Ona görə diqqət yetirirsiniz. Bu vacib olacaq. Keçid etmək istəyirəm 3-cü varianta. Bunları belə eləyim ki, artıq bu görsənsin. Deməli, burada qeyd etmək istəyirəm ki, deməli, birinci başlamaq istəyirəm şəxsi həyatdan. Şəxsi həyatda kommunikasiya, yaxşı ilişkilər ola bilər, amma ki, burada belə bir şey ola bilər ki, ünsiyyət yaxşı gedib də sonrasında bir narahatçılıq çıxa bilər, ya konflikt ola bilər, ya da ki o söhbətin boşluğu çökə bilər. Boşluğu nə mənada? Misal üçün, təzə tanışırıq bir insanla və o insanla yaxşı ünsiyyət qururuq, yaxşı belə deyirsən, bu tam mənim adamımdır. Sonra da görürsən ki, bu adam heç bir addım sonrasında gəlmir. Yəni bu səni biraz məyus etməyə başlayır ki, niyə bu insan o həmin addımı etmir, ya da ki, niyə bu insan indi belə davranır, indi yaxşı ünsiyyət qurmuşduq, yaxşı danışırdıq, bir-birimizi anlayırdıq, birdən başlayır belə bir problem yaratmağa. Niyə bu insan bu problemi yaradır, niyə aramızda bu problemlər çıxır? Yəni belə bir şey ola bilər şəxsi həyatda. Yəni bu biraz sizə narahatçılıq verə bilər. Həmçində siz misal üçün davalaşmışdınızsa, problemlər yaşanmışdısa, o problemlər davam edə bilər. Amma misal üçün deyək ki, o insan addım atsa belə, gözəl başlayıb da sonrasında yenə başlayır keçmişi xatırlamağa, deyir ki, hə, sən belə eləməsəydin, misal üçün belə olmazdı, sən bu addımı atmasaydın belə olmazdı, ya da bu sözü deməsəydin. Yəni gözəl başlayıb da tam deyirsən ki, misal üçün barışıqlığa addım atıb, misal üçün əgər siz davadaydınızsa da, yəni ilişkidə davadaydınızsa, sonrasında da görürsən ki, yenə başlayır eyni şeyi təkrarən deməyə, incitməyə, ya da o sözləri deməyə, ya da o hərəkətləri etməyə. Həmçində siz hansısa bağışıqlıq addımı gözləyirsinizsə, elə insanlar da var ki, gözləyir, indi yazacaq, indi eləyəcək. Ya o onu negativ edəcək, ya da ki, heç etməyəcək. Bu da sizə problem yaradacaq. Yəni ünsiyyətdə problemlər yaşana bilər və vacib nöqtəsi də elə ünsiyyət olacaq. Yəni ya ünsiyyətdə anlaşılmazlıqlar, ya da ünsiyyətin heç olmaması, bu sizə şəxsi həyatda problemlər yarada bilər. Həmçində qeyd etmək istəyirəm ki, deməli, həftə boyu qıcıqlanma hissi sizi
yəni sizin dalınızca gedəcək, yəni qıcıqlana qalacaqsınız. Həm insanlar sizi qıcıqlandıracaq, həm durumlar sizi qıcıqlandıracaq. Yəni həftə boyu biraz belə pasiv-aqressiv durumlar olacaq. Yəni biraz sizi bu çilədən çıxarda bilər. Həmçində qeyd etmək istəyirəm ki, həftə boyu od ünsüründən olan insanlara diqqət yetirirsiniz. Od ünsüründən olan insanların sizə təsiri çox ola bilər. Od ünsüründən deməli qoç, oxatan, şir ola bilər. Belə insanlara diqqət yetirirsiniz. Özünüz belə bürcdən ya da ünsürdənsinizsə, özünüzə də diqqət yetirirsiniz. Yəni burada sizin özünüzdən də asılı olan məqamlar olacaq və hansına ki siz təsir göstərə bilərsiniz. Həmçinin də sizin ünsürünüzdən olan insanlara çox diqqətli yanaşın. O insanların təsiri ya da tövhəsi çox olacaq. İş və ya təhsilə gəldikdə isə iş və ya təhsildə necə var elə qalır. Həmçinin də keçmişdən gələn hər hansı bir məsələlər yenidən gündəmdə ola bilər. Yəni keçmişlə bağlı məsələlər gündəmdə olacaq. Həmçinin də durğunluq ola bilər. Yəni bəzi insanlarda ümumiyyətcə durğunluq olacaq. Yəni necə var? Köynə hamam, köynə tas məsələsi ola bilər. Bəzi insanlarda isə deməli hər hansı bir keçmişdə problem yaşanmış, yəni hər hansı bir məsələ hansına ki ya diqqətli yanaşmamışdınız ya da əksinə yaxşı yanaşıb da indi bəhrəsini görə bilərsiniz. Amma bu bəhrəsini görmək fərqli ola bilər. Bəzilərində gözəl ola bilər, bəzilərində neqativ ola bilər. Bu sizin keçmişdə atdığınız, elədiyiniz yəni addımlara dayanır. Deməli, maddiyatda qeyd etməli olduğum şey, əgər deməli cavansınızsa öz xərcləmələrinizə diqqət yetirin. Həmçinin misal üçün impulsiv hansısa alış-verişlərdən qaçının. Bu həm cavanlara aiddir, həm yaşca böyük olanlara da aiddir. Yəni burada impulsiv hansısa alış-veriş ola bilər ya da impulsiv nəyisə alıb impulsiv hərəkətlər maddiyatınıza zərər verə bilər. Amma təzə başlanğıclardan qaçınmayın. Təzə başlanğıclar uğurlu ola bilər. Həmçinin də təzə başlanğıclar ola bilər həftə boyu. Yəni maddiyatın əldə olunması üçün təzə başlanğıclar da edilə bilər. Həmçində qeyd etmək istəyirəm ki, deməli hasant pulların gəlişi də ola bilər sizə. Yəni hasant dediyim o qədər də çox əziyyət çəkmədiyiniz pullar gələ bilər, hansı ki yəni belə göydən düşmüş kimi ola bilər və bir dənə də məqam yalnızca uşaqları olan insanlar üçün. Burada uşaqlarla bağlı hər hansı bir xərcləmə ya da ki pulların əldə olunması ola bilər. Misal üçün aliment olsun, belə şeylər olsun ya da aliment ya da o pulların xərclənməsi ilə alınması ilə, yəni uşaqlarla bağlı məsələlər gündəmdə ola bilər həftə boyu. Belə şeylərə diqqət yetirirsiniz.